Salam əziz izləyicilər və Fikirli kanalının takipçiləri. Bugün sizlərin qarşısında eBay-dan 2026-dan necə birbaşa Azərbaycana bağlama sifariş vermək olar, bunlar haqqında sizlərə ətraflı məlumat verəcəm. Başdan o qabaq xahiş edirəm kanalımıza abunə olun və maksimum bizə dəstək olun ki, belə faydalı videolara sizlərin qarşısında olaq. Çox uzatmadan keçək biz komenterimizi ekrana və eBay-dan addım-addım sifariş verin. Dostlar, keçdik komenterimizin ekranına. Deməli bu şəkildə eBay saytını açmışam. eBay saytı haqqında məlumat olmayanlar, eBay Amerika mənşəli, yəni burada adətən ikinci əl məhsullar, satıcılar və fərqli məhsullar olur. eBay onsuz da bilən bilir. Və buradan necə Azərbaycana sifariş vermək olar? Bildiyiniz kimi birbaşa Azərbaycana göndərişlərdə kargo ödənişləri həddindən artıq çox olur, yəni post ünvanına və uzun çəkir. Yəni buradan mən sizlərə bugün canlı sifariş verəcəm. Qeyd edim ki, fərqli saytlardan sifariş videolarımız var. Taobao saytından. Onu da izləməmisinizsə videonun açıqlama bölməsinə əlavə etmişəm. Hansı ki, qeydiyyat videosu və sifariş videosu və məhsulu gəlib əlimizə çatdıqdan sonra da videomuz var. Bu videoda isə bizim fərqimiz odur ki, bu saytlardan biz şifahi şəkildə göstərməyəcək, həm də məhsul sifariş verəcəm. Yəni məhsulu sifariş verdikdən sonra həqiqətən mənim əlimə gəlib çatıbmı və bu məhsulun problemi varmı, yoxmu? Və hansı satıcılardan alış-veriş eləmək tövsiyəlidir. Onun haqqında sizlərə məlumat verəcəm. Videoya keçməmişdən qabaq sizə qeyd etmək istəyirəm ki, bu eBay olsun, AliExpress olsun, hər hansısa bir saytdan sifariş verməklə bu özünüz məsuliyyət daşıyırsınız. Yəni fikirli kanalları olaraq biz burada sadəcə göstərmək məqsədilə və öz şəxsi fikirlərimi deyəcəm. Dostlar, deməli ilk öncə mən X-Cargo-dan istifadə edəcəm. Siz fərqli Amerikadan çatdırılma üçün kargo şirkətlərindən istifadə edə bilərsiniz. Qeyd edim ki, bu bir reklam deyil. Yəni mən özüm X-Cargo istifadə edirəm. Siz də fərqli qiymət analizi edib kargo şirkətlərindən istifadə edə bilərsiniz. eBay-a baxmamışdan qabaq ilk öncə mən daxil oluram öz hesabıma. X-Cargo-dan qeydiyyat videosu baxmaq istəyənlər biz kanalımızda videolar var. Mənim buradan qeydiyyatım var. Çox asandır. Yəni PIN kodunuzu, ad soyadınızı, nömrənizi yazıb qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatdan keçdikdən sonra burada fikir verin Amerika ünvanını seçməlisiniz. Yəni mən burada özümə aid Amerika ünvanı olur. Yəni kargo şirkətləri daxil oluram. Ondan sonra mən eBay-ın saytına. Dostlar, eBay saytından da qeydiyyatdan keçmək üçün deməli baxın mən burada öz hesabıma daxil olum. Yəni burada baxın fərqli seçənəklər var. İstəsəz Google-dan, istəsəz Apple-dan və Facebook-dan hansınız ürəyiniz istəyir, buradan seçib qeydiyyatdan keçə bilərsiniz. Hesabımı seçdikdə burada gördüyünüz kimi belə ekran gəlir. Dostlar, burada məhsul almamışdan əvvəl bir-bir yoxlayın. Tutaq ki, mən burada watch listimə məhsullar əlavə etmişəm də buradan istədiyiniz məhsulu axtarış eləyə bilərsiniz. Fərqi yoxdur. Nə bilim oyun diskləri olsun və yaxud da fərqli qiymət müqayisəsi eləyə bilərsiniz. Mən burada watch listimə, yəni əlavə məhsullar əlavə etmişəm. Tutaq ki, siz burada hər hansısa bir məhsul almaq istəyirsiniz. Tutaq ki, burada mən yazıram. Misal üçün baxın bu şəkildə hansısa bir məhsul axtarım. Qeyd edim ki, məhsulların çoxsu da ikinci əl olur və yeni olduqda əlavə edirlər. Baxın, məhsullar axtarış etdikdə burada fikir verin. Baxın, tutaq ki, bu satıcı bu məhsulu 25 dollara satır, amma çatdırılması 5.77 delivery, yəni ki, burada kargo çatdırması alır. Misal üçün, bu satıcı 16.99 alır, amma burada yazır ki, free delivery. Yəni, free delivery çatdırmaq odur ki, yəni siz 16.99 ödəyirsiniz, buradakı çatdırılma pulunu ödəmirsiniz. Yəni bu başqa bir məsələ. Yəni bunlara fikir vermək lazımdır. Yəni ki, çatdırılmanı ödəniş eləmək üçün burada filtr bölməsi var. Misal üçün siz çatdırmanı pulsuz etmək istəyirsinizsə, buradan misal üçün burada baxaq. Görək buradan tapa bilirikmi? Buradan fərqli məhsulların markasını seçə bilərsiniz, reytinqini seçə bilərsiniz. Yəni ki, reytinqlərini və yaxud da region söhbətləri var. Baxın, burada regionunu seçə bilərsiniz. Qiymət aralığını seçə bilərsiniz. Misal üçün oyunun adını yaza bilərsiniz. Yəni hansı oyunlara baxın. Misal üçün paltar alırsınız, paltarın modasını seçə bilərsiniz, modelini seçə bilərsiniz. Fərqi yoxdur dostlar. Bu şəkildə burada brend, baxın bu çox önəmlidir. Misal üçün baxın burada yazılıb ki, yaxşı vəziyyətdə və yaxud da
normal vəziyyətdə, burada brand new yazılıb, yəni bu ki təzə vəziyyətdə olanları seçə bilərsiniz. Hansı ki ikinci əl almaq istəsə ikinci əl seçə bilərsiniz. Fərqli-fərqli burada seçənəklər var. Hansı ki bəzi satıcılar geri ödəniş, yəni geri məhsulu geri qaytarmaq dəstəkləyir. Yəni ki bəzi satıcılar isə dəstəkləmir. Əsası geri qaytarmamışam hər hansı ilk dəfə sizlə bir yerdə sifariş verirəm. Burada fərqli-fərqli filtrlər var. Advanced seçənəyini seçək. Baxın, Advanced axtarış etdim yanında Advanced seçənəyi var. Baxın, gördüyünüz kimi Advanced seçənəyinə bir kərə klik etdikdə burada kateqoriyalarda ən aşağıda dostlar free shipping bölməsi var. Bu free shipping bölməsini seçdikdə siz həmin məhsulları axtardıqda, yəni pulsuz çatdırılan məhsullar seçilir. Baxın gördüyünüz kimi mən seçdiyim üçün burada pulsuz çatdırılan məhsullar seçilir. Bu başqa məsələ. Bunu da bildiniz. İndi isə ən önəmlisi mənim məsləhət gördüyüm odur ki, satıcıların reytinqinə fikir verin. Baxın, məsəl üçün bu satıcı daxil olaq. Gördüyünüz kimi 99.8 reytinqə yəni malikdir. Yəni ki, bu satıcı yaxşı nəticə alıb. Kommentlərinə də baxa bilərsiniz. Baxın, gördüyünüz kimi alan şəxslər burada müsbət yorumlar verib. Yəni ulduzu aşağı olan, reytinqi aşağı olan satıcılardan sifariş verməməyə çalışın. Burada satıcıya birbaşa mesaj göndərmək bölməsi, message seller bölməsinə bir kərə klik edirsiniz. Satıcıya buradan birbaşa, təbii ki ingilis dilində yazmalısınız. Buradan translate-dən çevirib ingilis yaza bilərsiniz. Atıram ki, hansısa bir ikinci əl məhsul alırsınız. Bu məhsulun vəziyyəti necədir? Yaxşıdırmı, yoxsa pisdir? Buradan soruşa bilərsiniz. Burada gördüyünüz kimi kondisyon bölməsi var. Bu kondisyon bölməsi isə, yəni bu məhsulun vəziyyətini bildirir. Hansı ki, məsələn, burada new yazılıbsa, brand new, yəni ki, bu açıqlama bölməsini oxuya bilərsiniz. Məhsul yenidir. Və yaxud da yaxşı yazılıbsa, good yazılır. Yəni ki, yaxşı da deyil, pis də deyil. Orta vəziyyətdədir. Adətən də satıcılar burada məhsulların şəkillərini paylaşır. İndi isə keçək sifariş bölməmizə və biz məhsul sifariş verək, baxaq görüb nə olacaq. Mən burada Wastlist-də yəni ki, bu favoritlərinizə məhsulları əlavə eləyə bilərsiniz. Mən burada bir məhsul əlavə etmişəm və sifariş verəcəm. Baxaq görək necə sifariş verirlər. Baxın, gördüyünüz kimi bu məhsulu almaq istəyirəm. Daxil olan bu məhsula yazılıb ki, bir ədəd qalıb. Məhsulun qiyməti $7, $6.99, $7. Burada da yazıb very good, yəni ki, ikinci əldir, amma yaxşı vəziyyətdədir. Açıqlamanı da buradan tərcümə edib oxuya bilərsiniz. Yəni ki, mən indi bunu örnək göstərirəm. Siz fərqli məhsullara baxa bilərsiniz. Bu şəkildə burada da yazıb ki, çatdırılması pulsuzdur və bu satıcı geri ödəniş qəbul edir. Yəni ki, məhsulu bəyənməyəndə 1 ay ərzində, səhvləmirəmsə 1 ay olmalıdır, yoxsa 15 gün. Burada tam detallarına baxa bilərsiniz. Geri qaytara bilərsiniz məhsulu bu şəkildə. Deməli dostlar, buy it new yazılan burada 2 dənə alış məntiqi var. Onu da sizlərə biraz qarmaşıq olacaq. İzah edeyim. Baxın, bu məhsul birbaşa qiymətidir. Yəni $7 qoyub $7 da alırsınız. Yəni buy it new eləyib məhsulu alış edirsiniz. Bir də açıq artdırma var. İndi bu baxım görək varsa sizlərə onu göstərim. Açıq artdırma olanlar varsa, köhnə, fərqi yoxdur, nə oldu var burada. Baxın, bu misal üçün açıq artdırma olan məhsuldur. Əgər burada bu şəkildə yazı görürsünüzsə, yəni bu məhsulu açıq artdırma olur. Yəni açıq artdırma nədir? Bir var birbaşa məhsulun qiymətini əlavə eləyəsiniz. Bir var ki, məhsulu açıq artdırma. Örnək olaraq bu adam burada yazıb ki, $305. Yəni bundan yuxarı təklif edən adamlar sata bilər. Yəni tutaq ki, məhsulu paylaşandan sonra 1 gün, 2 gün vaxtı olur. Siz burada baxın 26 dənə təklif gəlib. Burada misal üçün məhsullara baxın $305, $300, $287 təklif verən var. Ən axırıncı təklif verən adam da $305 təklif verib. Siz buna misal üçün atıram $310 təkliflədiniz. $310-dan artıq təklif eləyən olmadı. Bu 1 gün ərzində. İndi burada 7 gün vaxtı var. Baxın burada yazıb 7 gün ərzində bu təklifdən çox təklif verən olmasa bu satıcı sizə bu məhsulu satır. Bu şəkildə işləyir. Və yaxud da birbaşa satan var. Baxın, mən indi birbaşanı seçmişəm. İndi sizlərə göstərim. Mən məsələn burada birbaşa seçmişəm. Yəni birbaşa bu məhsulu alıram. Keçirəm yenə Wastlist-imə, öz seçdiyim məhsuluma və birbaşa ödəniş eləyək. Baxaq görək məhsulumuz nə başımıza gələcək.
Buy it now dedikdə, yəni məhsulun birbaşa ödənişini edirsiniz. Yəni çalışın məhsulun satıcının reytinqinə baxın, yəni araşdırın, ondan sonra alın ki, problem yaşamayasınız. Açıqcası mən də birinci dəfə sifariş verirəm. Bu şəkildə buy it now dedikdə, burada belə bir seçenek gəlir. Mən bunları istəmirəm, no thanks deyirəm və process seçenəyini seçirəm. Proses seçenəyini seçdikdə burada ən önəmli olan bir şey kart məlumatı yazmamışda adres bölməsidir. Mən burada özüm adres yazmışam və dəyişdir bölməsini bir kere seçsəm, olmasa sizdə plus düyməsi çıxacaq. Əgər mövcud adresi əlavə edirsə new adres bölməsini sıxırsınız. Baxın, gördüyünüz kimi burada belə bir şey, bu şəkildə adres çıxır. Bu region bölməsidir və ad soyad çıxır. Daxil olsunuz Xcargo saytına. Və təbii ki, ABŞ-ı seçirsiniz, Amerika bölgəsini seçirsiniz. Burada sizin Amerika ünvanınızın məlumatları var. Bunları bir-bir düzgün bir şəkildə bura qeyd edirsiniz. Örneğin mən burada Amerikanı seçmişəm. Baxın, gördüyünüz kimi Amerika yazırsınız. Daha sonra ad bölməsinə ad, soyad bölməsinə soyad bölməsinə əlavə edirsiniz. Baxın, gördüyünüz kimi ad, soyad bölməsi var. Kopyalayıram, gəlirəm burada daxil oluram. Bu şəkildə ad, soyadımı yazıram. Yəni Xcargo adresinə nə yazılıbsa hamısını bir-bir əlavə edirsiniz. Yəni burada tutub öz adresinizi yazmayın. Yəni buradakı adresləri yazın. Baxın, bir-bir əlavə edirəm. Deməli, adres line 1 kopyalayıram, gəlirəm bura, street bölməsinə adresi əlavə edirəm. Adres line 2 bölməsinə isə adres line 2 bölməsinə yazılan adresi kopyalayıram və əlavə edirəm. Bu şəkildə əlavə etdikdən sonra city bölməsi çıxır. City-də baxın, burada yazılıb, bunu kopyalayıram. Yəni hərənin özünün adresi olur. Bu şəkildə kopyalayıram. Bu Xcargo-nun xarici anbarıdır. Yəni Amerikadakı anbarıdır. State region bölməsi isə burada yazıb deliver yazıb. Bunu bu şəkildə seçirsiniz. Baxın. Və zip kod bölməsi bu çox önəmlidir. Zip kod bölməsini düzgün bir şəkildə kopyalayırsınız və gəlirsiniz bu şəkildə yazırsınız. Təbii ki, telefon nömrəsi də Xcargo-da qeyd olunan telefon nömrəsini yazırsınız. Bu şəkildə kopyalayıb gəlirsiniz bura. Burada plus 1 düyməsi sıxılıb. Bunu silirsiniz dostlar. Bir məsləhət görürəm ki, bu şəkildə yazasınız. Nə yazılıb? 302 530 82 22. Və buradan da kopyalaya bilərsiniz. Baxın, bu şəkildə kopyalayırsınız. Daxil olursunuz bura. eBayın səhifəsinə nömrəni əlavə edib add deyirsiniz. Mən bu adresimi əlavə etmişəm. Onun üçün də ikinci dəfə əlavə etmirəm. Add dedikdən sonra bu şəkildə sizin adresiniz əlavə olunur. Baxın, gördüyünüz kimi mənim ilk adresimdə əlavə olunub. Yəni ki, başqa bir seçenek yoxdur. Burada isə dostlar kart məlumatları. Burada iki seçenəkdə PayPal və öz Visa və ya da Mastercard kartları fərqli seçenek var. Mən isə burada öz bank kartımı əlavə edəcəm. Təbii ki, burada hər hansı bir əlavə tutularsa, nə olarsa hamısını deyəcəm. Mən isə burada bank kartımı əlavə edib ödəniş verdikdən sonra nə proseslər olub, hamısını bir-bir sizlərə izah edəcəm. Dostlar, kart məlumatımı mən əlavə etdim və burada Confirm Pay bölməsi görürəm. Bunu bir kere sıxırıq. Yazıb burada nə yazıb? Aprelin 18-22-si bu gün ayın neçəsidir? Aprelin 16-sı, 18-22-si arası bu məhsul sizə göndərilməlidir. Burada yazıb həmən bu adresə, yəni Xcargo-nun adresinə order number'ı bu şəkildədir. Burada nə yazıb? Detallarına baxaq görək. Baxın, ödəniş olunub yazıb. Düzdür, mənim kartımdan hələ ödəniş çıxmadı. Bir dənə baxım, yəni kartımı yeniləyim. Ola bilər ki, bəlkə də ödəniş çıxıb. Bəli, ödəniş çıxıb dostlar. Hə, elə bildim sonradan çıxıb. Son əməliyyatlar bölməsinə baxıram. Kartımda deməli 7 dollar çıxıb. Vergi tutubmu? Yox dostlar, yəni 18% vergi də tutmadı. Ödəniş də aldı. Bu şəkildə sifariş vermiş oldum. Yəni ki, ödəniş oldu. Burada səhifədə yazıb. Yəni ki, buradan da məlumatlarınıza baxa bilərsiniz. Kart məlumatını da silə bilərsiniz buradan. Silmək üçün də burada yenidən sizin burada ayarlar bölməsinə daxil olub, account setting bölməsinə daxil olub, payments seçənəyinə girdikdə, yəni ki, buradan bütün məlumatlarınızı baxa bilərsiniz və yaxud da buradan kart məlumatını silə bilərsiniz. Yəni mən silmək istədiyim üçün kart məlumatımı siləcəm, delete deyib və yaxud da əlavə eləyə bilərsiniz sonradan, heç bir fərqi yoxdur. Bu şəkildə dostlar, deməli, sifarişlərinizi izləmək üçün də, deməli, mən burada baxım, hardan izləmək olar.
Payments My Garage bölməsinə baxaq. Aha dostlar, baxın burada profil bölməsinə daxil olursunuz. Profil bölməsinə baxıldı. Burada mənim profilim yanında bir ədəd yazılıb, yəni mənim sifarişim bölməsində. Burada sifariş bölməsinə girdikdə, baxın gördüyünüz kimi həmin bu satıcı çıxır. Bir də burada sifariş yəni yazılıb ki, burada, yəni mən bu oyunu, yəni fərqi yoxdur. Sifariş vermişəm. Göndərim prosesdə təxmini yazıb bu vaxtda da gəlib çatacaq. Yəni ki, daxili kargodan danışır. Ondan sonra da X-Kargo. İndi əsas görək nə qədər vaxtda çatacaq. Neçə gün ərzində bu məhsul mənə gəlib çıxacaq. Hamısını bir-bir video halına çəkib sizlərə göstərəcəm. Yəni ki, eBay-dan da sifariş bu şəkildədir. Burada başqa da bir şey yoxdur dostlar. Dostlar, sifariş bu şəkildə, yəni ki, eBay-dan necə sifariş vermək canlı-canlı göstərdik. Daha sonra gözləyək görək məhsulumuz nə qədər vaxta çatacaq. Təbii ki, məhsul çatdıqda burada çəkiyə görə ödəniş edirsiniz. Onu da qeyd edeyim. Bu kargo şirkətləri burada çəkiyə görə ödəniş alır. İndi misal üçün ABŞ-da necədir? Burada tarifələr bölməsi var. Mən sizlərə bunu göstərim. İndi mən X-Kargodan misal çəkirəm. Siz fərqli çatdırılma ünvanlarına baxa bilərsiniz. Baxın, X-Kargoda deməli burada Çin var, ABŞ var, İspaniya, Azərbaycan daxili var. ABŞ-da da ki bu şəkildə çəkilərə görə ödəniş cədvəli var. Məsələn, adətən tövsiyə edirəm ki, xırda məhsullar almaq daha yaxşıdır. Biraz ağır məhsullar alsa sərf eləməyə bilər, yəni çəkiyə görə ödəniş ala bilər. Məsələn, burada yazıb 1 kiloqrama 15 kiloqrama görə, hər çəkiyə görə 16 manat 61 qəpik alınır. Təbii ki, bu ölçüsünə görə, uzunluğuna görə dəyişir. Yəni ki, bundan nəzərə ala bilərsiniz. Təbii ki, bu gəldi X-Kargodan sizə birbaşa mesaj gəlir. X-Kargonun səhifəsinə daxil olub özünüz birbaşa ödəniş eləyə bilərsiniz. Ödəniş prosesini, hamısını bir-bir gömrük bəyannaməsini hamısını çəkəcəm. Dostlar, videomuz bu qədər. Növbəti videolarımızda görüşmək üzrə. Ümid edirəm ki, məhsulumuz sağ-salamat gəlib bizə çatar. Videonu bəyənirsinizsə, bizim videolarımızı bəyənirsinizsə, xahiş edirəm kanalımıza abunə olun və maksimum bizim kanalımızdakı videoları bəyənin ki, dostlarınıza da paylaşın ki, belə videolardan faydalana bilsinlər. Təqdim etdiyi fikirli kanalı.